Onlar fəxir və xuyaralar kimi olmağı qadağan edirlər. Yəni insan özünü başqasından üstün sayması, nəyi iləsə də fəxr eləməsi, yəni bu şeyləri. Yəni bu əhl-i-sünnənin bəyənilən, təşəkkür olunan xislətlərindəndir. Onlar fəxri və xuyaralar kimlərə deyirlər? Xuyaralar özlərini yuxarı ilə aparanlara deyirlər. Bu şeyləri qadağan edirlər. Yəni ki, biri başqasına nəsəbi ilə, malı ilə, evladı ilə, vəzifəsi ilə fəxirləmir. Demir ki, mən səndən üstünəm, mənim belə malım var, mənim belə nəslim, köküm var, mənim evladım var, vəzifəm var. Əhl-i-sünnə belə eləmir yəni. Əksinə bu şeyi qadağan edirlər. Əksinə onlar iman qardaşlığının haqlarını etiraf edirlər. Yəni, fəleysə min əhl-i xuyələ, əhl-i sünnə xuyələ əhlindən deyil, nə də fəxr əhlindən deyil. Nə fəxr, nə də xuyələ əhlindən deyil. Bu sifətlər asi kəslərin, fasiq olan kəslərin sifətləridir. Yəni, özünü kimləsə üstün sayması, malından, vəzifə ilə, qohumdan, əslən, köhnən, bu şeylə. Fasiqlərin və asi kəslərin sifətlərindəndir. Baxmayaraq ki, həmin kəs müsəlmanlardan olsa belə, nədir? Fasiq və asi kəslərin. Amma möminlər isə, onlar təvazükar əhlidirlər, onlar vüqar və səkinət əhlidirlər. Onlar başqalarına fələ yəfxuruna alə qeyrihim, nə nəsəbləri ilə, nə həsəbləri ilə, nə malları ilə, nə dərəcələri ilə, də işləri ilə başqalarına fəxrindən yuxarıdan aşağı baxmırlar. Onlar iman qardaşlığını etiraf edirlər, hansı ki Allah Azza və Cəllə də möminləri bunun üzərində cəm edibdir. İnnəməl müminunə ixva, həqiqətən möminlər qardaşdır. Peyğəmbər sallallahu aleyhi ve sellem demişdi ki, əl-mü'minu lil-mü'mini kəl-bunyan, mömin üçün bir bina kimidir. Başqa hədisdə demişdi ki, əl-muslimu əxil-muslim, müsəlman müsəlmanın qardaşıdır. Lə yazlimuhu və lə yaxzuluhu və lə yəhqiruhu. Nə ona zulüm eləməz, nə onu rüsva eləməz, nə də onu təhqir eləməz.